Peygamberimiz buyurub ki, kiçik kardeşin büyük kardeş karşısındaki vəzifəsi övladın ata karşısındaki vəzifəsi kimidir. Büyük kardeş ise qayğısı, nəvazişi təmənna bilməyən bir sərvət, təmənna bilməyən bir dövlətdir. Odur ki, ürəklərdə dərdi, qəmi itirəndir böyük qardaş. Qızıl gülü dost bağında bitirəndir böyük qardaş. Döz deyəcək döz çiyninə, basılsa da köz çiyninə, böyüklüyü öz çiyninə götürəndir böyük qardaş. Qoy düşməsin şər evinə, xonça düzək hər evinə, bacıları ər evinə köçürəndir böyük qardaş. Qəm eyləməz Əkbər Paşa, haray salmaz dağa daşa, özünü kiçik qardaşa yetirəndir.